Aha. Sonrası karşı. Ben gözümden sayıyorum. Karşının içine bir kaşık kuru maya ilave edirik. Aha. Əlavə et və qarışdır. Siz əlavə eləyin. İndi isə biz bunu 4-5 dəqiqə istəyərək qoyub gözləyirik. Pizzanı sizinlə bölüşəcəyik. İndi eyni prosesi butulka verəcəyik. Əvvəlcə butulkaya ilıq sunu əlavə eləyək. Daha sonra nə atırıq içinə? Daha sonra içine qənd atırıq. 3-4 dənə. 4 tane qənd atırıq. Leyla daha sonra Daha sonra ise 1 çay qaşığı paçmaya. Buyur. Biraz da Leyla, biraz da. Aha. Mədinə, aldın qarışımı neyinirik? aldığın karşını Aldın qarışımı ağzını bağlayıb çalkalayırıq. çalxalayırıq. Çalxala, salfetlərlə çalxala. Ay sağ ol. İşte biz rezin şarı butulkanın başına keçirdi. Olanları müşahidə edək. Götürək. Mən kömək edeyim sənə. Burada ne değişikliği görürsen? Ne değişikliği görürsen? Çöp işleri sen ne değişikliği görürsen?